Dünən bir filosofu dinlirdim, müasir filosoflardan. O deyirdi ki, biz elə bilirik gördüyümüz səhnələr, mənzərələr, eşitdiyimiz nəsnələr sosial şəbəkədə, orada, burada yadımızdan çıxır, yadımızdan çıxmır. Marketoloqlar deyir ki, bir saniyənin 1/3 qədərində hətta insan bir məhsulu görürsə, o onun alt şuuruna gedir, yeriyir. Və bu informasiyalar bizim zehnimizə dolur. Elə bir atmosfer, elə bir məkan lazımdır ki, biz çəkilək özümüzə. Biraz istirahət eləyək, biraz dincələk. Ruhumuza dinclik vermək. Bəli, Ramazan ayı bax, müasir insanın axtardığı ən vacib şeylərdən biridir, ən vacib. Mən əminəm ki, İslamdan xəbərsiz olan insanlara bu ibadətin mahiyyəti izah olunsa, onlar da oruç saxlayarlar.